Qoç burcu, uğurlu bir gün sizi gözləyir. Səhərdən etibarən özünüzə inamınız artacaq və hərəkətə keçmə istəyi hiss edəcəksiniz. Və bu münasibət tamamilə özünü doğruldacaq. Biznes ən əlverişli şəkildə inkişaf edəcək. Bugün müxtəlif insanlarla ortaq məxrəc tapmaq bacarığınız əsas rol oynayacaq. Həmkarlar və tərəfdaşlar fikirlərinizi qəbul edəcək. Danışıqlar isə asan və məhsuldar olacaq. Tanış olduğunuz insanlar çox güman ki, söhbəti davam etdirmək istəyəcəklər. Çünki siz onlarda çox müsbət təəssürat yaradacaqsınız. Günün maliyyə vəziyyəti əlverişli olacaq. Nağd pul daxil olmaları ehtimalı yüksəkdir. Uğurlu alış-veriş və əməliyyatlar mümkündür. Ən yaxınlarınızla ünsiyyət xüsusilə isti və ahəngdar olacaq. Əgər münasibətlərinizdə aydınlıq gözləyirsinizsə və ya bu əziz sözləri eşitməyə ümid edirsinizsə, bugün sizin üçün bir fürsət ola bilər. Qeyri-adi görüşlər mümkündür və bunlardan biri cəlbedici romantik münasibətlərin başlanğıcını qeyd edə bilər. Sağlamlığınız və rifahınız gün ərzində ən yaxşı şəkildə olacaq. Planlaşdırdığınız bütün fəaliyyətlər üçün kifayət qədər enerjiniz və gücünüz olacaq. Bu günü tam şəkildə yaşayın. Bu, fəaliyyətinizə və açıqlığınıza görə sizi səxavətlə mükafatlandıracaq. Buğa bürcü, gün ehtiyatlılıq və səbir tələb edəcək. Səhər xüsusilə çətin olacaq. Emosiyalarınız qeyri-sabit olacaq və daxili gərginliyiniz hiss olunacaq. Ziddiyyətli hisslər və düşüncələr tapşırıqlarınıza diqqət yetirmək və ətrafınızda baş verənləri sakitcə qavramaq qabiliyyətinizə mane ola bilər. Əsəbiləşmək istəyinə qarşı durmağa və başqalarının sözlərinə və hərəkətlərinə həddindən artıq reaksiya verməkdən çəkinməyə çalışın. Yaxınlarınızla ortaq dil tapmaq çətin olacaq. Fikir ayrılıqları və mübahisələr ehtimalı yüksəkdir və onlar gözlənilmədən alovlanacaq. Sizə ünvanlanan hər hansı bir şər, layiq olduğundan daha sərt qəbul edilmə riskini daşıyır və kiçik məsələlər tam münaqişəyə çevrilə bilər. Lakin sakit qalsanız və vəziyyəti gərginləşdirməkdən çəkinsəniz, ciddi problemlərin qarşısını almaq olar. Zamanla müsbət tendensiyaların təsiri güclənəcək, gərginlik azalacaq və özünüzü xeyli sakit və daha inamlı hiss edəcəksiniz. Bu səhər həll olunmaz görünən iş problemləri həll olunacaq və başqaları ilə yola getmək asanlaşacaq. Bu axşam əhvalınızı qaldıran və sizə güc verən xoş xəbərlər sizi gözləyir. Gözlənilməz və cəlbedici təkliflər mümkündür. Qeyri-adi və ya tanış olmayan görünsələr belə, onlara diqqət yetirin. Əkizlər bürcü, günün əvvəlində kiçik uğursuzluqlar mümkündür. Amma müsbət tendensiyalar üstünlük təşkil edəcək. Günün əvvəlində potensial problemlərə deyil, ortaya çıxan imkanlara diqqət yetirməyə çalışın. Müsbətə diqqət yetirmək çox faydalı olacaq. Kiçik iş gecikmələri, gözlənilməz maneələr və ya həmkarlarınızla anlaşılmazlıqlar barədə narahat olmayın. Bunların heç bir mənfi nəticəsi olmayacaq və tezliklə keçmişdə qalacaq. Günorta saatlarında işlə bağlı yaxşı xəbərlər gələcək. Bu zaman pul vəsaitlərinin daxil olması və gəlirli biznes imkanları da mümkündür. Ayıq olun və fürsəti əldən verməməyə çalışın. Dostlarla ünsiyyət xüsusilə xoş olacaq və romantik görüşlər sizi məyus etməyəcək. Əgər yaxınlarınızı təəccübləndirmək və ya sadəcə yaxınlarınızdan birini sevindirmək istəyirsinizsə, bugün çox güman ki, fürsət yaradacaq. Axşam gündəlik işlərdən qaçmaq üçün fürsət yaradacaq. Qeyri-adi gəzintilər və ya qısa səfərlər bol canlı təəssüratlar yaradacaq. Xərçəng bürcü, səhər təkcə əla ideyalar gətirməyəcək. Həm də bir çox xərçəng bürcünün bu yaxınlarda itirdiyi uğura inamını bərpa edəcək. İntuisiyanız əvvəllər hər kəsi çaşdıran işlərin öhdəsindən necə gələcəyinizi sizə deyəcək. Hadisələrin necə inkişaf edəcəyini asanlıqla təxmin edəcək. Öz imkanlarınızı ayıqlıqla qiymətləndirəcək və başqalarının həqiqətən nə istədiyini
tez başa düşəcəksiniz. Uzun müddətli planlar qurmaq üçün əla gündür. Qiymətləndirmələriniz dəqiq və hesablamalarınız dəqiq olduğundan planlaşdırdığınız hər şeyin möhkəm təməli olacaq. Vacib qərarları təxirə salmayın. Bugün düzgün kursu müəyyənləşdirmək və inamla irəliləmək üçün lazım olan hər şeyə sahib olacaqsınız. Əvvəllər həll etməkdə tərəddüd etdiyiniz mürəkkəb və geniş miqyaslı layihələrin öhdəsindən nəhayət gələ bilərsiniz. Əvvəllər sizi qətiyyətli addımlar atmaqdan saxlayan qorxu və şübhələr arxa plana keçəcək. İşlər sürətlə irəliləyəcək və ətrafınızdakılar təəccüblü dərəcədə fikir və təkliflərinizi qəbul edəcəklər. Şir bürcü. Emosiyalarınızı cilovlamağa çalışın. Bu, xüsusilə günün əvvəlində vəziyyətin qeyri-müəyyən olacağı və tələsik hərəkətlərin və ya tələsik sözlərin xoşa gəlməz nəticələrə səbəb ola biləcəyi vaxtlarda vacibdir. Mübahisəli vəziyyətlərlə qarşılaşmalı və mövqeyinizi həmkarlarınıza, tərəfdaşlarınıza və ya yaxınlarınıza müdafiə etməli ola bilərsiniz. Baxışınız doğru ola bilər, amma ən həssas insanları belə incitməyəcək şəkildə ifadə edilməlidir. Şəxsi hücumlardan çəkinin və söhbətin mübahisəyə çevrilməsinə imkan verməyin. Günortadan sonra sizə bir çox xoş hallar gətirəcək. Atmosfer nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Gərginlik azalacaq və özünüzü daha sərbəst və sakit hiss edəcəksiniz. Əhvalınızı qaldıran və ilham verən xoş sürprizlər sizi gözləyir. Romantik görüşlərə gedənləri çox xoş bir axşam gözləyir. Dostluq görüşləri və ailə tədbirləri də məyus etməyəcək. Yaxınlarınızla ünsiyyət sizə günün əvvəlində çatışmayan dəstək və istilik hissi verəcək. Qız bürcü. Gün sevincli olacaq. Əvvəldən intuisiyanız sizə buğurun yaxında olduğunu və doğru olacağını deyəcək. Son zamanlar çətin görünən tapşırıqlar tez və demək olar ki, asanlıqla həll olunur. Ən böyük güclü tərəflərinizdən biri münasibətlər qurmaq bacarığınız olacaq. Həmkarlarınız, tərəfdaşlarınız və tanışlarınızla asanlıqla ortaq dil tapacaqsınız. Dostlar və müttəfiqlər dəstəyinə və ya məsləhətinə ehtiyac duyduğunuz zaman sizin yanınızda olacaqlar və sizi məyus etməyəcəklər. Yaxın birini ziyarət etmə imkanınız varsa, bundan mütləq yararlanın. Bu cür qarşılıqlı əlaqələr xüsusilə isti və səmimi olacaq, xoş təəssürat yaradacaq və vacib əlaqələri gücləndirəcək. Yeganə istisna maliyyə məsələləri olacaq. Günün ikinci yarısında gözlənilməz çətinliklər, məsələn gözlənilməz xərclər yarana bilər. Pulla vidalaşmadan əvvəl hər hansı bir xüsusi xərcin zəruriliyini nəzərə alın. Bəzi qız bürcləri biraz qənaət etmək üçün planlaşdırılan səfərləri və ya əyləncələri ləğv etməli ola bilərlər. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Sevdiyiniz insanla ünsiyyət çox xoş təəssürat yaradacaq. Romantik sürprizlər ehtimal olunur. Tərəzi bürcü. Günün ilk yarısında darıxmağa qətiyyən vaxt yoxdur. Enerjiniz artacaq və hərəkətə keçmək, yeni şeylər sınamaq və tanış olanların sərhədlərini aşmaq istəyi hiss edəcəksiniz. Və bu, sadəcə əhval-ruhiyyə ilə bağlı deyil. Ulduzlar indi həqiqətən cəsarətli səylər və qeyri-ənənəvi həllər üçün ən əlverişli vaxt olduğunu göstərir. Uzun müddətdir sınamaq istədiyiniz şeyi geridə qoymayın və ya təxirə salmayın. Əvvəllər başlamaqda belə tərəddüd etdiyiniz yerdə uğur qazanmaq üçün hər cür şansınız var. Səhərlər hətta mürəkkəb tapşırıqlar belə tez və asanlıqla həll olunacaq və vacib suallara cavablar təbii olaraq gələcək. Bu vaxtdan mümkün qədər səmərəli istifadə edin. Günortadan sonra yavaşlamalısınız. Özünüzü yorğun hiss edə və əhvalınız pisləşə bilər. Bəzi tərəzilər xüsusilə əsəbiləşəcək və hətta ən yaxın insanların belə onlarla yola getməsini çətinləşdirəcək. Həddindən artıq gərginlikdən çəkinin, çünki bu, narahatlığa səbəb ola bilər. Yüngül fəaliyyətlərə diqqət yetirmək və axşam özünüzə qısa bir gəzintiyə çıxmaq daha yaxşıdır. Əqrəb bürcü. Ulduzlar sizə bir çox cəhətdən dəstək olmağa hazırdır,
və siz bundan yararlanmalısınız. Başqalarıyla ortaq dil tapmaq xüsusilə asan olduğundan, bugün işgüzar danışıqlar, vacib görüşlər və potensial tərəfdaşlar və işə götürənlərlə ünsiyyət üçün istifadə edilə bilər. Əvvəllər ünsiyyət qurmaq istəməyənlərlə yola gedə və keçmiş rəqiblərinizi müttəfiqə çevirə biləcəksiniz. Biznesdə əhəmiyyətli uğurlar qazana bilərsiniz. Vaxtınızı və enerjinizi xırda şeylərə və kiçik işlərə sərf etməsəniz və həqiqətən vacib olan şeylərə diqqət yetirsəniz, nəticələr gözləntilərinizi aşacaq. Bəzi əqrəblər uzun müddətdir ki, çaşdırdıqları problemləri bugün həll edə biləcəklər. Nağd pul daxil olmaları ehtimal olunur. Bugün bağladığınız sövdələşmələr, sərfəli, alış-verişlər isə uğurlu olacaq. Günortadan sonra xoş xəbərlər gətirəcək. Məhz bu vaxtlarda əla ideyalar ortaya çıxmağa başlayacaq. Tezliklə onları tətbiq etmək imkanınız olacaq. Oxatan bürcü. Gün bir çox cəhətdən uğurlu olacağına söz verir. Yeni bir şeyə başlamaq, əvvəllər az bildiyiniz bir sahədə özünüzü sınamaq üçün əlverişli zamandır. Öyrənmək asan olacaq və məlumatı yadda saxlamaq və ya çətin görünən şeyləri anlamaq üçün çətinlik çəkməyinizə ehtiyac qalmayacaq. Həmkarlar, tərəfdaşlar və dostlar sizə dəstək olmağa hazır olacaqlar. Gün xoş sürprizlər gətirəcək. Bir vaxtlar xoş vaxt keçirdiyiniz, lakin nədənsə itirdiyiniz insanlarla görüşməyiniz ehtimalı yüksəkdir. Uzun müddətli dəyər verdiyiniz əlaqələri yenidən canlandıra biləcəksiniz. Yazınlarınızdan biri ilə fikir ayrılıqları və ya uzun müddətli mübahisələr yaşamısınızsa, münasibətləri düzəltməyə çalışın. Sözləriniz eşidiləcək və barışıq səmimi və davamlı olacaq. Dostlar və digər eyni düşüncəli insanlarla ünsiyyət, sevinç və müsbət emosiyalar gətirəcək. Xoş görüşlər ən az gözlədiyiniz yerdə baş verə bilər. Açıq olun və özünüzü adi çevrənizdə təcrid etməyin. Oğlaq bürcü. Gün elan xəbərlər gətirəcək. Xüsusilə son zamanlar tez-tez peşəkar çətinliklərlə qarşılaşan oğlaqlar üçün əlverişli olacaq. Bu çətinlikləri keçmişdə qoymaq üçün nə etmək lazım olduğu aydın olacaq və ilk addımlar asan olacaq. Durğunluq yaşayan və ya ilişib qalmış insanlar üçün yeni iş perspektivləri açıla bilər. İş tapşırıqları asanlıqla və effektiv şəkildə yerinə yetiriləcək. Özünə inamınız və məqsədləri aydın başa düşməyiniz, lazımsız səy göstərmədən istədiyiniz nəticələrə nail olmağınıza kömək edəcək. Yeni tanışlıqlar xüsusi diqqətə layiqdir. Bəzi oğlaqlar sonradan qeyri-adi və maraqlı layihələrdə onların tərəfdaşı olacaq insanlarla tanış olacaqlar. Günortadan sonra əla məsləhətlər verə biləcək, uzun müddətli tanış olduğunuz insanlarla əlaqə qurmaq imkanınız olacaq. Təcrübəsi sizdən daha böyük və daha müxtəlif olanlara sual verməkdən çəkinməyin. Belə insanlarla söhbətlər sizə vacib bir qərar vermək və ya düzgün istiqamət seçmək üçün lazım olanı verə bilər. Dolça bürcü sizi məşğul, maraqlı və məhsuldar bir gün gözləyir. Əvvəldən hərəkətə keçməyin vaxtının gəldiyini hiss edəcəksiniz və yanılmayacaqsınız. Vacib və çətin bir layihəni öz üzərinizə götürə və ya əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyiniz biri ilə görüş təyin edə bilərsiniz. Bəzi dolça bürcləri parlaq ideyalar ortaya atacaqlar və bunların həyata keçirilməsi onların yeni peşəkar zirvələrə çatmalarına yol açacaq. Əgər müttəfiqlərə və eyni düşüncəli insanlara ehtiyacınız varsa, onları çətinlik çəkmədən tapacaqsınız. Fikirlərinizi bölüşən və səylərinizi dəstəkləməyə hazır olanlar arasında artıq haqqında yaxşı şeylər eşitdiyiniz insanlar tapa bilərsiniz. Ortaq fəaliyyətləriniz sayəsində dostluq qurmağınız mümkündür və romantik münasibətlərin başlanğıcı olduqca mümkündür. Maliyyə vəziyyətin əlverişli olacaq. Yeni mənbələr də daxil olmaqla nağd pul daxil olmaları mümkündür. Eləcə də sürətli gəlir artımı vəd edir. Səyahət uğurlu olacaq. Bəzi dolça bürcləri özlərini xoş təəccübləndirəcək və geridə parlaq xatirələr qoyacaq yerlərdə tapacaqlar. Balıqlar bürcü. Gün həyatınıza xüsusilə vacib hadisələr,
veya köklü değişiklikler getirmesi ehtimalı azdır. Amma bu olduqca xoş keçəcək və sizə nəfəsinizi dərmək, geriyə baxmaq və həyatınızın düzgün istiqamətdə irəlilədiyini hiss etmə imkanı verəcək. Son vaxtlar əhəmiyyətsiz məsələlər barədə çox narahat olan balıqlar bürcü, daxili rahatlıqlarını və düzgün istiqamətdə irəlilədiklərinə inamlarını bərpa edəcəklər. Xoş xəbərlər, gözlənilməz hədiyyələr və hətta son zamanlar ruhdan düşmüş, itkin düşmüş və ya tənha olanlar üçün belə nikbinliyi artırmağa kömək edəcək gözlənilməz hədiyyələr gözlənilir. Tənhalıqdan danışmışkən, yeni əlaqələr qurmaq, potensial olaraq biznes, dostluq və ya romantik münasibətlərə səbəb olmaq ehtimalı yüksəkdir. Maliyyə məsələlərini axşama qədər təxirə salmaq ən yaxşısıdır. Bu, praktik düşüncə tərzinə keçmək və nəyə xərcləməyə dəyər və nəyə qənaət edə biləcəyinizə qərar vermək üçün ən çox ehtimal olunan vaxtdır. Gün ərzində özünüzü yaxşı hiss edəcəksiniz. Bugün yaşayacağınız daxili dinclik, yorğunluq və narahatlıq üçün ən yaxşı müalicə olacaq.